Salam, hər vaxtınız xeyir olsun. Futqas YouTube kanalımızın növbəti buraxılışı ilə qarşınızdayıq. Həmkarlarım Ziya və Rafael üçlü şəkildə yeni ildə üçlü şəkildə ilk dəfə müxtəlif bizim belə buraxılışlarımız olur, layihələrimiz olur, amma artıq bu trio şəklində ilk dəfə qarşınıza çıxırıq və ilə başlayırıq belə deyək. İl bizim üçün çox rəngarəng olacaq. Bizimlə Çempionlar Liqası, Dünya Çempionatı gözləyir. Qarabağın oyunları var, canlı yayımlarımız olacaq. Odur ki, kanalımızı izləyin, rəy bildirin, təkliflərinizi yazın. Biz Abunə hər zaman olun. abunə olun, təklifləri açırıq. Xüsusən də abunə olun ki, bu abunələr bizə böyük dəstəkdir. Instagram səhifəmizi izləyin, digər sosial şəbəkələrdən də bizi izləməyi unutmayın. Bu dəfə fikirləşdik ki, yeni ildir, klublarımız fasilədədir, toplanışdadılar. Artıq bir neçə klub toplanışa da yola düşür. Əsas belə deyək, Çempionlar Liqasındakı çıxış edən klublarımızdan Qarabağ ayın 9-undan sonra yola düşəcək. Neftçi getdi. Onadır ki, Azərbaycan çempionatında qış fasiləsinə qədər nə ilə yadda qaldı klublar. İndi qış dövrünün transferlərindən danışmayacağıq, amma ümumi olaraq klublarımız nə ilə yadda qaldı? Məncə Ondan danışacağıq. ondan danışacağıq. Söhbət apara bilərik. Necə yadda qaldı uşaqlar sizin üçün? Bax, Sabahın qış çempionluğu var idi. Bir dəfə Rafaellə biz bir verilişdə olduq, bunu müzakirə eləmişdik, amma indi üçlü şəkildə ilk dəfə görəcəyik. Sənin də fikirlərin maraqlıdır. Sabahın qış çempionluğu və Qarabağın uzun müddətdən Ümumi sonra istəyirəm Əli. estafet əldən Belə verməsi. danışaq. Klubları siyahıla birinci pillədən hər kluba təxminən 3-4 dəqiqə vaxt ayırmaqla mövsümün yarısını dəyərləndirək. Elə sabahdan başlayaq. Qış çempionumuz Sabah oldu. Azərbaycan çempionatında çempionluq uğrunda əsas yarış bu iki komanda arasında gedəcəyi gözlənilirdi və elə də oldu. Mövsümə Sabah yaxşı başlamamışdı, ancaq doğrudan da sonradan toparlanmağa başladılar. Dambrauskas komandanı belə deyək ki, yığa bildi və Sabahın məncə ən yaxşı transfer dönəmi keçirən klublarımızdan biri də elə Sabah oldu. Bunu da sübut elədi. Doğrudan Sabahın oyununa baxanda komanda hiss olunur ki, çempion olmaq istəyir və Avrokuboklarda Sabahın bu il uğursuzluğu deyə bilərdim. Dambrauskas uğurla yadda qalmadı, düzdür. Moldova təmsilçisini keçə bildi, ancaq Levskiyə bizim qol vurmamağımız bir qədər yaraşmadı Sabah adına. Ancaq çempionatda elə Sumqayıtla oynanan qabaq Qarabağı məğlub edib bir daha göstərdi ki, Qarabağa ən ciddi rəqib Sabahdır. Qış transferində də Sabah bəzi oyunçularla əgər uyğun görülürsə transferlər edəcək. Düzdür, bəzi oyunçularla da yollarını ayırdı. Ancaq Qarabağ üçün açıq təhdiddir hal-hazırda Sabah. Rəxmanəliyevlə də, Umar Ali ilə də belə deyək, müqavilə Müqavilə. şərtlərini özünküləşdirdilər. Yəni 3 illik də onunla müqavilə, 3 il idi səhv eləmirəmsə mətndə yazılmışdı. Onunla uzun müddətli yəni müqavilə imzaladılar və o transfer hüququnu elə bir yiyələndilər onun, futbolçunun. Yəni yaxşı futbolçuydu, yəni dəyərli bu futbolçu. Rafael belə qulaq asırdı rahat-rahat. Çünki mövsüm əvvəlində demişdi ki, Sabah bu mövsüm çempionluğa gedəcək və estafeti belə deyək, yarı estafetdə Rafaelin sözlərində həqiqət var idi və Rafael də fikirlərini qısa bildirə bilər. Əslində Sabah haqqında çox danışıb, amma bir daha belə deyək, o hansı niyə görə Sabahı çempion görürdü, niyə görə o Qarabağdan bu mövsüm üstün görürdü, bir daha izləyə bilməyənlər bəlkə bu verilişimizi izləyəcək. Qısaca fikirləri bildirə bilərsən Sabah haqqında. Gözləntin özünü doğrultdu, təbrik eləmək olar. Baş məşqçi. Baş məşqçi, hə, baş məşqçi. Dambrauskas. Baş məşqçi və əlində olan keyfiyyətli oyunçular və həmin oyunçuları düzgün taktikadan istifadə edir. Yəni əlində sürətli oyunçuları var. İrəli üçlüsü sürətlidir. Çınaq hücumçuları sürətlidir. Mikes sağda, solda, mərkəzdə fərqi yoxdur. Çox sürətlidir. Zaten liqanın bombardiridir 9 qolla. Maludası var. Yəni Simicin özü olsun. Bu adamlar hamısı sürətli oyunçulardır və texnikaya malik oyunçulardır və bunlardan nə əldə etmək olar? Bu oyunçulardan vertikal futbol oynayıb sürətli keçidlərlə rəqib komandaların başını ağrıtmaq olar və onu da eləyir. Bu futbolçuları məsələn pas oyununa, tik-takaya yönəldib ağır paslaşma ilə, kombinasiyalar qurmaqla vaxt itirmir, öldürmür oyunçuların vaxtını və oyunçuların keyfiyyətini düzgün analiz edib oyunçulardan maksimum dərəcədə, yəni belə deyək də, nəticə əldə edir. Və hal-hazırda liqada ən çox qol vuran ikinci komandadır, ən az qol buraxan birinci komandadır. Və birinci yerdədir. Zaten Sabahın ən böyük transferi qeyd edilir. Maraqlı ki, 16 oyuna 9 top Bəli. doğrudan da yəni ki, əla Demək olar ki, göstəricidir.
Yəni 2 oyundan bir dənə qol buraxırdı. Bəli, yəni Qarabağla da oynadı. Qarabağla da cəmi bir top buraxdı. Qarabağa kimi 8 top buraxmışdı və bir məğlubiyyəti də var. Bəli, o da ki, Maraqlıdır İmişli ilə. ki, Yadına İmişliyə. gəlirsə Ziyanla biz həmin turun analizi oldu. İcmalında turun analizini dedində orada məğlubiyyətin biz bağlamışdıq ki, Sabah İmişlini belə də ciddiyə almadı deyə. Almadı Hə, deyə. orada uduzdu. Əslində Sabah həmin oyunda da yaxşı oynamışdı, amma oyunçular qeyri-ciddi yanaşmaların nəticəsində ikinci hissədə axırlarda İmişli düzü çox gözəl qol vurmuşdu. İndiyə kimi də yadımdadır. Soldan outdan başlamışdı. Oyunçu dönüb gözəl də bir zərbə vurmuşdu qapıya. Həmin o bir məğlubiyyət onları ondan sonra bütün komandalara qarşı Bəli. ciddi yanaşmasına, Zirə kimi kluba 3 dənə qol vurdular. Cavabsız qol, Sumqayıta 3 dənə qol vurdular. Yəni Elə. adamlar hansı klublar ki Azərbaycan liqasında qol buraxmaqda belə deyək də çətinlik, daha doğrusu qol buraxmırlar. Belə deyək, qol vurmaq o klublar çox çətindir, Zirənin özü belə. Məsələn, amma Sabah üçün problem deyil o klubların müdafiəsini açmaq. Yəni bu o göstərir ki, deməli komandada baş məşqçi rəqibləri çox düzgün analiz edir. Elə material var əlində, material var əlində yaxşı və o materialdan maksimum istifadə etməyə Bəli. bacarır. Əsas bilsən nədir? Məsələn, o Qarabağla Zirə 2 oyun keçirdi. İkisini də 1-1 hesabı ilə bitirdi. Zirəni aça bilmədi Qarabağ heç bir oyunda müdafiəsini. Hətta birində biz Ziyanla yerində canlı baxırdıq. Yəni heç bir oyunda Qarabağın eləyə bilmədiyi rəqibi, çünki Qarabağ həmişə öz oyununu diktə eləməyə çalışır. Sabah isə hər rəqibi üçün başqa taktika ilə gəlir. Rəqibi analiz edir. Yəni baş məşqçi qısaca baş məşqçi materialdan düzgün istifadə eləyir. Bu Bəli. xətt onlar üçün çempionluq yoludur. bəli. Yoludur. Çünki hər rəqibi individual analiz edib ona uyğun Yəni onu keçək onun rəqibinə məncə. Onun rəqibinə fasilədən sonra bax indi rəqibdən keçirik. Qarabağı boşda tuta bilsələr, yəni Bəli. əsas məsələ tək bu, Qarabağla bu ayın içində də bir şey eləyə bilərlər əslində. Hə də 2 dənə oyun var Çempionlar Qarabağın, Eintracht Liverpool Çempionlar Liqası. Orada Qarabağ istərsə Büdürəlsə yenə də xallar itirsə, amma yox, bir məsələ var da. Çempionatın başlaması ilə fasilədən sonra elə çempionatın 25-i başlaması başlayır, 25 yanvarda. üst-üstə Araya düşür, düşür, araya bəli. düşür. Yəni orada bir tur maksimum Qarabağ. Çünki həmin ərəfədə Qarabağ istifadə eləyəcək də, artıq biləcək də. Az qalan şanslarını dəyərləndirib nəsə davam eləyəcəkmi, yoxsa qalacaq? Qarabağın içində söz-söhbətlər də var da. Qarabağda sakitçilik Elvin deyəcək. Cəfərquliyevin müqaviləsi uzadıldığı məsələsi var idi ki, Hə. Qarabağa Bəli, keçək biz orada. keçək də Qarabağ əli. Qarabağ mövsümə yaxşı başlamamışdı deyə bilərik. Sabahla elə oyunu da təxirə salınmışdı həmin oyun. Çünki Çempionlar Liqasında play-off Bəli. oyunları var idi. Qarabağ Avrokuboklarda çox yaxşı başladı. Çempionlar Liqasında çox əla start verdi. Əslində Qarabağ liqaya daha hazır gəlmişdi. Liqaya da hazır gəlmişdi, ancaq Çünki ona kimi oynamışdı, da 6 elə oyun bir keçirmişdi. məsələlər var ki, doğrudan da Çempionlar Liqasına motivasiya olub yerli eyni liqaya konsentrasiyada konsentrasiyaya çıxa bilmirsən və bu liqada sən bilirsən ki, sən illərdir çempionsan və bir qədər belə deyək də Rəqiblər səndən sürət qorxur açan həmişə. kimi rəqiblər həmişə səndən arxada qalıb. Yəni Qarabağ sona 5 tur qalmış, 6 tur qalmış. Ard-arda qələbələrlə. Çempionluğunu artıq rəsmiləşdirirdi. Burada da demək olmaz ki, yəni çox pis keçdi. Çünki hal-hazırda Sabahdan cəmi bir xal geridə. Hələ irəlidə Sabahla 2 oyunu var. Yəni fərz eləsək ki, Sabahla bir oyunu Qarabağ qələbə qazanıb birinci pilləyə sahib ola bilər. Oyunçuları da başa düşürəm burada, çünki yəni konsentrasiya və motivasiya amili var ki, mənə görə Qurbanov edə biləcəyini hələkən yaxşısını edib. Ancaq biz ikinci dövrədə Qarabağ əgər istəməzdim belə olsun, Çempionlar Liqasından əli çıxsa Avrokuboklardan, fikrini toparlayacaq və yenə də çempion olacaq. Çünki heyət də buna imkan verir, oyunçuların da gücü buna imkan verir. Zədəlilərin sayı o qədər də çox deyil. Düzdür, gedənlər ola bilər ki, hansı ki o gedənlər haqqında transfer radarına danışacaq. Ancaq mənim fikrimcə yenə də Qarabağ bizim çempionatın açıq-aşkar favoritidir. Mən Ziya sənin fikrinlə bir tərəfindən razıyam, amma bir tərəfdən razı deyiləm. Nəyə görə? Transfer sezonu bitsə, ondan sonra sənin fikrini dəqiq belə deyək, təsdiqləmək olar ya da təkzib eləmək olar. Məsələn, transfer sezonu bitsə, desək ki, Qarabağ heç bir oyunçusunu göndərmədi əsas oyunçulardan. Yəni Bikalyo qaldı, Yankoviç qaldı, hansı ki, hal-hazırda söz-söhbətlər dönür də bu oyunçular ətrafında. Düşün ki, yəni Qarabağ Çempionlar Liqasında Eintrachtda məğlub olub burada. Liverpool'la da oyunda artıq Qarabağ bütün əlin qolunu sallayıb ki, orada getsə məsələn də Liverpool da deyək ki, bu növbəti turda məğlub olur. Son turda mütləq qələbə lazımdır. Deməli Qarabağ artıq düşünəcək ki, hə, Çempionlar Liqasına getdi. Oyunçular avtomatik olaraq getmək istəyən oyunçular, hansı ki, təkliflər var. Açıq-aydın zaten deyirlər bunu.
Oyunçuları Qarabağ əlindən buraxsan, əsas heyətin oyunçuları. Onlar yerini kimdən dolduracaq? Sual 1. İkincisi, Yox, o sən trans- gedən oyunçular qışda mı gedirlər? Hə də, Qış yəni qış- dövründə məsələn deyək də Borussia Dortmund qapısını Eintrachtdan məğlub oldu. Borussia Dortmund Qarabağın qapısını döydü. 7 milyon istəmirsə gələ 7 milyon Kohalski ver mənə. Qapıçı hə də getdi. misal üçün də, yəni. Hə də qiymət, yəni bu şey simvolik, deyirəm. hə. Ona görə yəni burada biraz kim qış fazı, yanvardan sonra kim artıq çempion? Ziyan dediyi düzdür. Məsələn Qarabağ çempionluğa getməsə, yəni Qarabağ oyunçuların itirməsə, hə ziyan dediyinə mən razıyam. İkinci belə deyək də yarıda liqanın ikinci hissəsində təmiz gücün Çempionlar Liqindən uduzdu. Oyunçular da qaldı. Amma nə Dedilər qədər ki, niyə də mən təkrar sual verirəm. Nə qədər oyunçu ita bilər ki, qış transferdə? Ümumiyyətlə qış transfer pəncərəsində tarix Çox boyu hal-hazırda 3 satılmır. yox, Çox hamı oyunçu çox satan deyil. satılmır, çox oyuncu da alınmır. Aydın Yəni bu müddətdə səncə Ziya? bu Rafa, məsələn belə deyək, heç bir keyfiyyətli futbolçu qış transferində getmək istəmir. istəmir və iş boşda qalmır. O tarixin seçimləri var da, ən yaxşı qış transferləri. Onun biri Bərbad Van bir Dijkdir, şeydir, nə bilim, bərbad. hə, bu çox barmaqla sayılacaq ya qış transferləri. Amma indi bir şey də var da, yəni medalın o bir tərəfinə baxaq ki, məsələn Borussia Dortmundda Kohalski lazımdır məsələn deyə. Pulun verəcək də. Deyəcək ya indi gəlsən ya gəlmirsən. Orada O başqa Məsələn, məsələ. hə, Orada belə bir başqa şey. bir məsələ 3 var. oyunçu deyək, elementar. Marko Yankoviçə yüksək təklif Yankoviç gəlsə, gedə bilər. Hə, Ən böyük Yankoviç ehtimal. çox hada getmək Sevgi istəyir. mətbuatına. Yaxşı təklif gəlsə getmək istəyir. İndi düşün ki, yaxşı bir də o boş danışmır. Deməli ona təkliflər Var, var 100% var. ki, bu artıq ayaq yeri qoyur. Həm də son söhbətlər. Bəli, ayaq yeri qoy. İndi Bicalio'ya qəşəng təklif gəlsə, desə ki, Botafogo ki, qardaş 5 milyon demirsən, gələ 5 milyonu, mən oyunçu indi lazımdır, ver. Amma yəni onun da yəni bilsən yerinə 3 oyunçunu itirsə, futbolçu tapa avtomatik olaraq komandanın biraz belə deyək də Başa düşdüm mən. səni. Yolu gedir. Amma ölkə çempionatına görə də klublar limit aşır da illik o yüksək məbləğdə federasiyaya pul köçürtməlidirlər o hər gətirdikləri transferə görə. o heç Onu da bu qərar bir qədər affan bu qərar icra komitəsinin bu qərarı çox yaxşı olub ki, digər klublar, indi keçəcək yaşayış klubları, onlar da doldurmayacaqlar da. Yəni ay bunu Təxmini alaq, bunu sataq elə 200 min olur da. manata qədər pul. Hə, hər Bəli. gətirdiyi əlavə o futbolçuya görə limitdən kənar. Ona görə bu məsələ də var ki, ona da diqqət eləyirlər. İndi qış transfer dönəmi, xüsusilə Azərbaycanda transfer bu Çox da- qərarlardan sonra çox da aktiv olmayacaq. Əlində olanı bax sabah kimi Umar Aliner özünkiləşdirdi. 1-2 dənə yaxşı oyunçu Hə, transferi maksimum 1-2 indi çatışmayan mövqelərə nöqtələr eləyəcəklər. transfer edəcək vəssalam. Ondan sonra aktivlik olmayacaq. Əvvəl kimi keyfiyyətli Əsas futbolçular yay öz transferini aşağı- gözləyəcəklər. Hə, yayı, öz aşağı klublarda bu Yay- sonrakı Karvan, Kəpəz, İmişli yox, bir qədər İmişli. Yox, sadəcə variantlardan biri olaraq dedim ki, yəni Qarabağda bu 3 oyunçu ətrafında çox böyük söz-söhbət dönür və bu komandaya təsir eləyir. Yəni bu çaxnaşmalar Bəli, gedir. görək nə olacaq. Yəni bu hə, Maraqlı. bu ona görə mövsüm bu ayı bizi gözləyir. gözləyək, ayın sonunu gözləyək 20 günə. Ondan sonra danışa bilərik ki, Qarabağ nə edəcək ikinci hissədə. Zirə, Turantovuz, Sumqayıt komplektləşdirmə Bunlar da hamısı bəli. 3-4 çünki bu komandalar 3-4 3-cü pilləyə oynayır da. Hə də. İki yas, üçüncü Gəl belə eləyək. Bir Hətta klubdan ora Əli Neftçi də mənə əlavə ver, mən edək. danışım, digər klubdan Rafael Buyurun, danışsın. Zirə haqqında 3-cü pillə. Zirə haqqında, Zirə yaxşı belə danışsaq çox uzun olacaq. Bəli. Zirə haqqında Rəşad Sadıqov son olaraq açıqlama verdi ki, belə deyək də çox gileylənirdi və Bəli. çox kefsiz gördüm ki, oyunçumuz yoxdur, mən necə oynayım? Hücumçum yoxdur deyir. Hücumçumuz yoxdur deyir. Hücumçularını satdılar, yaxşı da məbləğə satdılar, ancaq hücumçu Pulu nə etdilər? almadılar, yəqin ki, rəhbərlik pulu saxlayıb, ancaq Zirə hələ də Avrokubok zonasındadır, 3-cü pillədədir. Ancaq rəqibləri 6-cı pilləyə qədər olan rəqibləri hələ də yəni ki 2 xal cəmi. Ancaq Arazı hal-hazırda olan Silmək olar vəziyyətini oradan. nəzərə alsa, Sumqayıt və Turan Tovuz ən böyük rəqibləridir. Ancaq Bir də Zirə Neftçi haqqında var. nə demək olar? Yəni Neftçi 20 xalı var, yəni Zirədən Zirə 8 xal Zirə gedir. gedə bilir də, yəni son illər Ha, stabil kubokda da, ölkə çempionatında da oynaya Bir bilir də, məsələni də sonra biz unutmayaq ki, Turanın bir oyunu az keçirib, təxirə getmiş Hə, oyun var Turanın Qəbələnən. var. Turan qalib gəlsə 30 xalla 3-cü pillənin sahibi Bir olacaq. faktiki görə danışdıq. Heyət dəyərin heyətindəki oyunçuları müqayisə eləsək, mənim fikrimcə 3-cü pillənin sahibi Turan Tovuz olacaq mövsüm sonunda. Yəni Zirəni adlayıb keçəcəklər. Bəli, Çünki Turanın iddiası da böyükdür. onsuz. böyüdür, bəli. Yəni, onlar Əlbəttə biraz biz hərdən Turanı çempionluq xülyaları da var, təxminən amma yenə də- 6-7 tur öncə çempionluğa da əsas Biz ona namizəd görə də gördük. yəni Lider o idi fikirlər də zaten. var idi. Biraz gərək ayağı yorğuna görə uzadasan. Faktiki Turan Yox, heyət Turan həmişə çempionatımızın bəzəyi olub, amma Bəli. indi o deyil də. Yəni sabah Bəli. Qarabağ olan yerdə hələlik Turanın bu yanaşma ilə, bu heyətlə, bu baş məşqi ilə yəni Sumqayıt yaxşı da sənə şey. verdim, Yəni aferin. demirəm, Sumqayıt. nəticəyə gedirlər, amma yenə də iddialar 3-cü yer olsa daha gözəl ola bilər.
hər komandanın çempionluq arzusu və ona uyğun addım atması gözəldir. Niyə də Sumqayıt- olmasın? Hə, niyə də olmasın? Sumqayıt məncə elə tam layiq olduğu yerdədir bu komandada. Yəni liqamızda 1-2 klub var ki, tam layiq olduqları mövqelərdədir. Onlardan biri də Sumqayıtdır. Yəni oyunçu heyətinə baxanda, yəni komandada Zirənin deyirik hücumçusu yoxdur da. Sumqayıtın da hücumçusu yoxdur da. Ramalingon var ya, amma o hücumçu deyil. Yəni Xətrinə deyəcəm. Madagaskardan, yəni düz deyə bizim liqanı bilən oyunçudur, oynayanda, amma yəni mən dəfələrlə demişəm də bu sözümü təkrar edirəm, yəni adamda nə sürət var, nə bitiricilik var. Bəzən penaltiləri çox qaçırdır. Yəni Bəli. çox böyük problemdir də. Yəni bir komandanın Elə elə ki bir Baqamovski kimi, Hə, o da belə bir adı var, hücumçusu özü. varsa, yəni bu komanda hələ bu qədər xal yığırsa və 26 gol vurubsa, böyük bir nəticədir, yəni. Çünki Bəli. Sumqayıt düzdür, bəzi yaxşı oyunçuları var, baş məşqçiləri yaxşıdır. Burada da zaten İliç. Hə, İliç həqiqətən İliçə görə bəlkə də bu klub hal-hazırda 5-ci yerdədir, 3-cü yerdən cəmi bir xal ayırır Və ona. vurulan qollara görə də 3-cüdürlər Bəli, də. bəli. Sabah, Qarabağ, Zaten Sabah gol vurmaqda daha sonra, çətinlik çəkmir ki. Sumqayıt Sumqayıt bilmirəm. gol buraxır. Sadəcə problem odur ki, gol buraxır. Araz kimi də Neftçi, hə, Neftçi ilə Arazda də gol oyunda da buraxır. görsən 2 gol buraxdı, gəldi vurdu. Yəni vurmaqda çətinlik çəkmirlər. Sadəcə onlarda problem müdafiədədir biraz. Müdafiədə çox bəzən elementar səhvlərə yol verirlər. Başı bəlalı Araz. Bəli, Arazla Aras, ki, Naxçıvan, bəli. Elmarı göndərdilər. bu mövsüm- Elmarı göndərdilər ki, Elmarı müqaviləsi yox, xitam göndəriblər. verməyiblər. Müqaviləsinə hələ ki xitam Hə, o verilməyib. xitam Çünki verilməyib. məbləğ ödənilməlidir, hələ Ödənilmə- ki təzminat ödənilməyib. ödənilməyib. Təzminatı Yəni ödənilməyib. Elmar başqa vidalaşıblar. Rəsmi Hə, olaraq Vidalaşıblar. yerinə də gələn baş O məşqçi də var. Başqa bir Dimçenko. faktdır ki, o Bəli. yazılı mətbuatda yazılmışdı. Yəni onunla Pulun yəqin verəm, pul yox. Kasıbçılıqdır. Kasıbçılıqlar. Arazdan başlayaq. Araz 6-cı pillədədir. 25 top vurub, 25 top buraxıblar. 26 xalı var. 26 xalı var. Çempionata əslində yaxşı başlamışdılar. Hə. Avrokuboklara da yaxşı başlamışdılar. İlk Avrokubok təcrübələri olsa da Aris kimi rəqibi Hə, kənarlaşdırmışdılar. Ancaq sonra Amanyo ilə oyun düzdür Göstərdi alınmadı. ki, boyun ölçüsünü Yəni aldılar. bəli, Elmar Baxşev Qəbələdə yaxşı işlər görmüşdü. Arazda da yaxşı işlər Mənə görə gördü. yenə də Elmar Baxşev Azərbaycandan yaxşı məşqçilərdir. Yaxşı işlər gördü və görməyə çalışdı, ancaq klub daxili və Tabii, rəhbərlik kəndə. şəklində xaosların olması, bir qədər qarışıqlığın olması Araz Naxçıvan oyununa da yansıdı. Araz Naxçıvan son turlarda heç özünə bənzəmirdi. Qarabağlı oyunlarda buraxılan 5 top və daha sonra isə artıq hər şey belə deyə gün üzünə çıxdı ki, klub daxili rəhbər şəxslər Mən çatmır da bu məsələlərdə. Yəni istəməzdi belə olsun yəni Azərbaycan Araz Naxçıvan futbolunda. rəhbərliyi Zaur Axundovun olduğu yerlərdə bu bir dəfə iddialar səslənirdi həmişə. Tərlan Ahmedov da bir dəfə qonağımız olanda bildirmişdi ki, mənim otağıma kondisionerin içinə, soyuducunun içinə, kondisionerin içinə səs yazan, nə bilim, müxtəlif səsimi dinləmək üçün cihazlar qoyulmuşdu. Bu kim tərəfindən qoyulur? Bu niyə lazımdır? Bura hansısa xüsusi orqan deyil. Bura Təhlükəsizlik xidmət zatıdır. təhlükəsizlik Bəli, xidməti. əlbəttə ki, yəni klubumuza təsir Kimsə elədi. kiminsə arxasınca danışa bilər, kimsə nəsə ola bilər. Bu işdir. Futbol var, apar o işi gör. Bəli, kluba təsir eləyir belə. İstəməzdik belə hallar yaşansın, ancaq bu onu göstərir ki, ən azından Araz davam eləsə, liqada Problemli qalacaq. olacaq. Liqada qalacaq və ümid edək ki, şübhəm var hətta qalmaqla. Yox, Yox, qalacaq. yox, Bu çünki qalma- bir dəfə çempionatımızın da belə bir təcrübə yaşayıb ki, Araz mövsümün ortasında klub dağıldı və Arazla oynanılan oyunların hamısı 3 xal kimi Hamısı sonradan Yox, indi axı ona hesablandı. bir yəni bir Yəni hər şey işarə ola yoxdur. bilər. Hə, o baxımdan Çempionatımızda hər şey ola bilər. Araza Bura da, Azərbaycan. Araza da gələcək oyunlarında uğurlar arzu edirik və Oho. sənin sevimli neftçisən. Neftçiyə. Neftçi. Mən Neftçidən ümidim çox böyükdür ikinci hissədə. Mən demişəm də Neftçi 3-cü yerə qalxacaq. Kim nə deyir Olsun. desin 8 xal fərq, deyək ki, Turan Qəbələyə məğlub eləsə lap 10 xal fərq Verniduba 10 xal- inanırsan əsas odur. Verniduba, bəli, baş məşqçi. Yəni baş məşqçi faktoru Samir olsaydı elə deməyəcəkdi. Yox, Samiri mən 5 tur vaxt vermişdim ki, göndərilsin. Nə Arazdan çox fərqlənmir axı. Nəyin Araz? Kimi? Yəni idarə etmə məsələsində. Neftçi idarə etmədə ola bilər problem olsun. Yəni əsas o odur. idarə Elmar da etmə yaxşı məşqçi idi. Elmar da oyun göstərirdi. Nə Elmar oldu? oyun Bir göstərir. torbasını Yox, suyuna yox. saldı. Lap deyə Araza Neftçi problem United var. kimidir? Amorimo gün göndərdilər. Çıxdı kişi kimi sözünü dedi, birini keçmədi. Hə, Amarim göndər. getməli. Keçmədi. Hara getmədi? Nəsə Getməli. olsa. Nəysə, İngiltərəyə getməyə. Neftçi məncə Vernidubla çox yaxşı çıxış eləyəcək ikinci hissədə. Sürətli futbol göstərəcək. Məncə sabah kimi oyun oynayacaqlar və mənə elə Məhkumdular, gəlir. eyvallah. Heyət onu demir ki, Hə, məhkumdular. 12 sürətli futbol oynamalıdır Neftçi. Məncə çox rahat şəkildə 3-cü yerə kimi gəlib çıxacaq Neftçi.
Bu da Basalı Sambo, Igor Bagamovski, bir də Amma Ramalingo. Hansını seçirsən? Katastrofadılar. ən yaxşı mövsümün ən yaxşı üçlüsü. Sambu onların içində ən mərfətlisi. Mərfətlisi. Düzdür. Deməli hansı oynadı ən sonlarda? Neftçi Karvanla. Karvanla Karvanla oynadı. Ay o qardaş nələr vura bilər. Nələr. Düzdür, penalti qazandı. Sonda heç olmasa Emin Mahmudov penaltini vurdu, amma saç baş yoldururdu. Adam həqiqətən o Samir Abbasovun İmişli ilə oynadı, yoxsa hansı oyun dediniz ya? Axırı dizin atdığı çökdü, Sambu topu vura bilməyəndə. Şamaxı ilə oynadı, 0-0 qurtarmışdı. Yadındadır. Yəni bu həqiqətən Sambu katastrofadır. Yəni Şamaxı gəlir, Neftçinin ardından 8-ci sıradadır. Şamaxı 20 xalla, yəni mövsümün fasiləsinə belə yollanır. 18 gol vurub 18 gol buraxır. Əla, məncə 20 xal Tam Şamaxı Batsungaytla onlar tam öz yerlərindədir. yer baxımından. yer Məncə baxımından. də Şamaxı da. Güc baxımından Nə yer baxımından. yuxarı, bəlkə bir pillə, iki pillə yuxarıya layiq ola Nə bilər. ətli, nə balıq. Nə də aşağı düşməyə layiqdir. Komanda oynayır, Ayxan Abbas var. hərdən maraqlı, baxımlı oyunda göstərirlər, yəni Zirə məğlub elədilər. standart oyundan fərqli olaraq 18 gol vurublar, 18 top buraxıblar 20 bunlar da. xalla, 20 evet. xalla qərarlaşıblar 8-ci 16 pillədə. oyun. Son 3 oyundan ikisini qələbə qazanmağı bacardı Şamaxı və onun nəticəsində də yəni düşmə zonasından bir qədər özünü qarantilədi. Ayxan Abbasovun da üzərində çox böyük yük var idi. Yəni U21 millisi çempionata başlayanda, daha sonra Şamaxı, sonra milli. əsas milli, U21 millisi daha sonra Rəşada verildi, Rəşad Eyyubova. İndi hal-hazırda 2 milli və Şamaxı arasında belə deyək ki, çox işi var. Doğrudan da yəni ki, görünməyən şeylər olur, Arxada ancaq dönən yəni belə 2 yerdə işləmək doğrudan da çətindir. Ola bilsin ki, mövsümün sonuna qədər bəlkə elə Şamaxını çalışdırsın, ondan sonra tək millinin üzərində olacaq. Ancaq əksinə də, yəni və yaxud da əksinə, bəli, ancaq Şamaxı əsas hədəf nə idi? Çox büdcə az idi. Liqada qalmağı da məncə böyük ehtimalla bacaracaqlar. Bəli. Artıq 20 xalları var. Yəni 11-ci pillədən 12 xal. 4 qələbə yəni. Bəli, 12 xal, Sekiz, 4 qələbə, Playoff sonrasından play-out, bəli. Play-out sonrasından qabaqdır. Və məncə elə Şamaxı nə gözləyirdisə elə birinci dövrədə Elə onu burada da göstərdi. bitirəcək 8-ci yerdə də liqanı. 8-7, maksimum 9. 17 xal var. Rafael 9-cu sırada başa Bəli, vurub. Kaskilya. Müəyyən mənada sürprizlərə də imza atdı. Zaten Onunla da bu ilin nəticələrlə sürpriz də, komandasıdır. Düz bu sürprizlərin fonunda sona yəni orta pillələrdə olmadı, amma yenə də nə də aşağıda oldu. Elə 3 xalı da silindi də, yəni onu da nəzərə aldı. nə orta, nə aşağı. Qələbəsini əlindən aldı. Hə, o Sumqayıtla qələbə öz oynadı. səhv texniki əvəz etmədə səhv yolda. Və arbitraj məhkəməsinə müraciət eləyiblər. O Bəli, çünki bildirirlər ki, biz baxmamışıqsa, hakimlər niyə baxmayıblar? Amma əslində öz günahlarıdır. Baxmaq lazımdır. İndi o heç, amma İmişli əlində olan imkanla, yəni 2-ci liqadan çıxan bir klub, minimum büdcə, oradan buradan tapdıqları Baş oyunçular. məşqçinin Kaskilyanın Beşinci- işini çox yaxşı dəyərləndirir. Yəni elə bir baş məşqçi gətirdilər ki, hamı deyir ki, bu kimdir? Qubada oynayır Hardan komanda. Santuş- Yəni komanda Qubada O oynayır. Santuşda var idi. Santuşun tanışıdır, nə Hə, o adam qom gəldi qardaş. Dedi ki, siz nə var? Mən oturacağam müdafiəyə, əks hücumlarda tutub cəzalandıracağam. Başqa şey demək istəyirdim. Yaxşı qutardı. Və adam göstərdi, elədi, nəticə verir. Şu Oynayır yəni ki, bu Oynayırlar. komandaya məncə Bu fasilə ona görə mən tələsmirəm, heç nə danışmaq istəmirəm. Fasilə çox şey özünə çıxardacaq. Yəni yəni fasilədən sən də sonrakı imişli sonra düşər aşağı. Yox, yəni ona görə deyirəm, yaxşı. Bu məncə İmişli üçün mənə elə gəlir ki, ən ideal Elə nöqtədir. ideal orada da qalacaq. Ən ideal bu mövsüm üçün nöqtədir. Yenə də deyirəm, Şamaxı kimi bir pillə o tərəf, bu tərəf. bu klubların əsas məqsədi hal-hazırda liqada ki, qalmaqdır. Liqada qalsın və federasiyadan gələn pulla Büdcə növbəti 95 mövsüm milyon, hə. üçün artıq komandanı Daha komplektləşdirə yaxşı, bilsinlər. Məncə elə Kaskilyanı saxlayacaqlar. Qalacaq, Gələn qalacaq. mövsümdə yəqin ki, maaş məsələsində razılaşsa, gələcək mövsümdə qalacaq. 3 dənə komanda: Kəpəz, Qəbələ, Karvan. Kəpəz. Burada gəldi zurnanın züt dedi, Hə, dit dedi Kəpəz, yəni. Qəbələ, Karvan. Bölgə komandalarından biri düşər. Biri yox, Kəpəz. ikisi də düşə bilər. Kəpəz əslində mövsümə çox bərbad başlamışdı. Adil Şükürovla birinci komandada oyuna alınmadı. Daha sonra azarkeşlərlə Adil Şükürov problem yaşadı və bir müddətdən sonra artıq qələbəsizlik belə deyək ki, seriyası davam edirdi və Adil Şükürov göndərildi. Ötən mövsüm Azər Bağırov komandanı saxlamışdı. Yenə də Azər gətirildi. Azərbaycanın şonda açıldı. Komandanın baş məşqçiliyinə və Azər də gəldikdən sonra Bir də var idi, Namiq mənə oxşayır.
Bildiğin kimi İngiltərədə. Köhnələrdən, ənkələrdəndir. Yo. Roy Hodgson demək Ya, Roy Hodgson, istəyirsən. Hudson, ya. Siz danışın, mən deyəcəm, yanlış Hə. deyəcəm. Fikirləş Əli. Azər gəldikdən sonra 3 qələbə qazana bildi Bəli. komanda. Yəni əsas məqsəd odur ki, Liqada Kəpəzi liqada saxlasınlar. Elə 10-cu pillə Kəpəz üçün yaxşı bir pillə sayılacaq. Amma Burada bir şey də Qəbələ var, unutmayaq ki, Qəbələ var da. Babələ mən onu deyəcəkdim. Eyni fikirə Amma gəldik. belə bir məsələ var. Karvanla Kəpəz arasında çox böyük belə deyək ki, qırğın gedəcək liqada Bəli. qalmaq üçün. Məncə Qəbələ qalacaq. Və ikinci liqanın ikincisi səncə Hə. Kəpəzi məğlub edə bilər? Yox. Bu məsələ o Söhbət deməkdir ki, budur. Kəpəz Hə, 11-ci burada- pillədə. burada- Büdcə fərqinə görə deyirsən, Yox, yəni heyətə görə. Kəpəz- Yaxşı, 2-dən Şəfa gəldi. Şəfa gəlməyəcək, Səbail gələcək. Yox, Səbail çempion kimi o gəldi. İkinci yerdə Hə, məsələn Səbail. Səbail tutdu. Səncə Səbail Şəpəzlə oynaya bilər? Yəni, Məncə bir düzü maraqlıdır. bir- Adil Şükürov hal-hazırda Səbaildə. Adil Şükürov Azərbaycan. Ya heyət baxımından bu bir, ikinci də düzdür, bir oyunda 90 dəqiqədə çox şey baş verir. Bir də qırmızı kart alındı, o bu katastrofa baş verdi. Məsələn, uda bilər. Sam Allardyce yadıma düşdü. Hə, Sam Allardyce. Stoke City falan. Yəni burada yenə də Qəbələ göstərdiyi oyuna baxanda bu yerə layiq deyil. Bəli. Yəni məncə Ziya məndən razılaşar ki, Kəpəzdən çıxdı yerə Qəbələdən Hə. sən danış. Qəbələnin göstərdiyi oyun çox qəşəngdir. Həqiqətən liqamızda ən baxımlı oyunlardan biri oynayan komandadır. Hücum baxımından. O hər bir şeyi bir yana qoyuram. Öz meydanında olan oyunu. Hə. Meydan necə ideal ola bilərsə, Azərbaycanda ən ideal meydana sahib Bəli, bir bəli. klubdur Bəli, bəli. və futbolçular da bu meydanda öyrəşiblər oynamağa və Və çox Qəbələ yaxşı da səfəri məncə bütün klublarımız üçün çətin səfər sayılır. Bəli, bəli. Yəni Neftçi ilə oyuna baxdıq. Neft Qarabağa da baxdıq. Neftçi ilə epizodda nə qədər epizodu vura Bəli, vura bilmədilər. bilmədi. Birinci hissədə Qarabağlı iki dənə rahat oyunda qollar qapı ediyorlar. dirəyi falan oldu, məğlub Bəli, bəli. eləyirdilər, daha Bəli. sonradan buraxdılar. Yəni bu komanda yaxşı oynayır və Kəpəz üçün çox böyük təhdid. Təbii ki, Bəli, təbii. bəli. Karvan ona görə deyirəm ki, ilk hissə Yəni Qəbələ bitiriciliyin biraz düzəldə bilsə, Düzəltsə- yəni rahatçılıqla 9-cu yerə də gedib çıxar. Burada toplanışda burada bir sənə yəni bu dəyişməyəcək məncə. 10, 11, 12 öz aralarında. Yəni burada imişliyə çatmaq, Şamaxıya Xəbər çatmaq qalacaq məsələsi. məncə. Kaxaber qalmalıdır da. Ondan Yəni- kim gətirəsən? İndiki halda kimi göstərir. düzdür, indiki halda Yəni kimi. bəzi vaxtlar Göndərir. fikirləşirlər Qəbələ Ramiz Məmmədov gəlsin falan, Yəni, amma Ramiz Kaxa fərqi nədir? Yox, Kaxaber məncə- Aldın yəni, qol, nə satdın istəyirəm, yəni, qol. Onu gətirib yəni Kaxaberlə Kaxaber məncə Kaxaber daha daha yaxşıdır. yaxşıdır axı. qala bilərlər. İndi bax mən qalır Kəpəz güclənəcək. Kəpəzdə də məncə çox böyük belə deyək. Kəpəzin belə işlər baxanda pulu var gedir. da. İndi yeni oyunçular gəlməli. təzə komandaya, stadiona köçürlər. Yeni stadion Oynayacaqlar da məsələsi. bu Məncə aydan. Kəpəz sonda Oynamalılar. Əslində oynamalıdılar. Yəni bu aydan oynamalıdılar. Karvan Yevlax. Bax burada bir dənə bu Kəpəz də qalacaq. Karvan Məncə düşəcək. Qəbələdə. Karvan Məncə Karvan bu Yevlax. burada da axırda qalacaq. Əslində Karvan da xoşuma gələn komandadır qol vurmaq baxımından. Yəni düzdür az vurur. Bunların içində ən 12 çox qolları bəyəndiyim var. Qəbələdir mən. Oyun baxımından. Ha, baxanda heç Bax vaxt Karvan darıxmıram. onlardan daha mən. çox qol vurur. Yox, qol vurmaqdan reallaşdırmaq- getmirəm. Hücumu reallaşdırmaq baxımından. Qəbələnin oyununa Hə, Qəbələ biz bir oyunda az baxanda- keçirib. hə, ona. Kəpəz 39 top buraxıb. Nə İndi edirsən? təzə başlayanda buraxır. Qəbələ bir Gələn oyunda gedən az- vururdu. yəni Nəzərə ona- 5-dən vurmuşdu, 6-dan vurmuşdu. Nəzərə alın ki, bir oyun az bura keçirib Qəbələ. Potensial onlardan, yəni Turanı Turanlandı da amma Hə, elə. Turan Turan öz öz meydanında. potensial bir xalq kimi, yəni bir Kəpəzlə Baxmalı, xalqı bəli. bərabərləşdirə bilər də. Ona görə mövsümün ikinci hissəsi Çox maraqlı keçəcək. Çempionluq və alt. Düşün, Bir, yox, iki və düşün. 11, 12. İndi düşün ki, Hə, onun ikinci vazgeçəcək. hissədə Karvan, Kəpəz, Qəbələ toparlandı, Şamaxı ilə İmişli gəldi aşağı. Şamaxıya inanmıram. İmişli bir qədər Katastrofa olar. Yox, ya. yox. Kərim Şamaxı Rossi qayıdacaq İsveçrəyə. Gedəcək Cenevə. Şamaxının təcrübəsi imkan verməyəcək. Bir də Şamaxı- Şamaxı Ayxan Abbasov. Ayxan Abbasov. İmişli hər nə qədər yaxşı olsa, İmişlinin cüzi ehtimalı var, təcrübəsi. Xal var. ehtiyatı çoxdur. Hə. Yox, 17 təcrübəsizlik, xalası 17 deyil. xal. 3 qələbə fərqi var ya arada. Olsun da 3 qələbə. Karvanın 2 oyunu var bu komandanın. Hə. Birin qələbə bir oyunu qazansa- qazansa olur 20 xal. Oldu, Fərz 14 eləyək xal. ki, Kəpəzlə 2 oyunu qalıb. Bir oyunu qazansa olur 23 xal. Siz yox, 2 oynaya, 3 dövrədir də indi. 3-də birini oynayıblar. Hə, da. də 2 16 tur. Onlar bir yarım. Hə, də həsən. Hələ ki oynamayıb. Hə, bax indi Ən orada baxımdan deyil. bəzi komandaların hə, orada Hə, nəzərə al ehtiyatda olan oyunda nəzərə al. Karvanla bir oyun oynayıblar bərabər. Deməli Şamaxıya məğlub olublar. İmişli nəzərdə tutub deyirəm də. Kəpəzi məğlub eləyiblər. Karvanı məğlub eləyiblər. Bir dəfə Karvanla 2 oyun Dediklərim oynayıblar. hamısı məğlub edir. Hı. Karvan 2 oyun. Yəni indi fasilədə Gəl Əli, baxacağıq. məncə belə Yəni bir bu şey deyək. komanda Birinci, ikinci, üçüncü və son ikilik hərəmiz təxmin edək. Bu qalsın tarixdə. Qarabağ Sabah
Qarabağ, Sabah, Turan Tovuz. Qarabağ, Sabah, Sabah, Turan Tovuz Tovuz. 50 deyir. Sən buyur Rafayel. Sabah, Qarabağ, Neftçi. Sabah, Qarabağ, Neftçi çox maraqlıdır. Hə, Neftçi çempion sənə hədiyyə zad göndərəcəklər. Sözləri ilə Neftçi onlar ona 3-cü görə. yerdə olacaq. Rahat ol. Qarabağ, Sabah, Turan, ən son düşənləri demədik axı. Hə, indi düşənlər onlar də deyir. yoxdur. Birinci sən 3-ü deyir, sonra dedim düşən. də Qarabağ, Sabah, Turan. Qarabağ, Sabah, Turan. Düşənlər də mənə elə gəlir ki, Karvan qalacaq öz yerində. Karvan 12. Sonra play-out kim oynayacaq? Qəbələ oynayacaq. Burada necə gediblərsə, ehtiyatda olan oyunu nəzərə almadan Qəbələ oynayacaq. Sən yox, arkada altdakı üçlü eyni qalacaq. Eyni deyirsən. qalacaq, Eyni. dəyişməyəcək. Səndə Rafa. Şəfəs toparlanacaq. Karvan gedəcək birbaşa. Məncə Qəbələ qalxacaq yuxarı, Kəpəz olacaq. Mən də Kəpəz, sənə hə. razıyam. Karvan düşəcək, Kəpəz Kəpəz play-out 11-də oynayacaq, ancaq Kəpəz uduzmayacaq. ikinci liqadan çıxan komandanı məğlub edib liqada Azərbaycan qalacaq. Mən ona da güvənirəm biraz. Qəbələ mən inanmıram ki, yəni nə Qəbələ- aşağı düşsün ya da play-out Yaxşı oynasın. oyunçular Ən var. yaxşı, ilk sənə ən yaxşı oyunçusu, ümumiyyətlə Azərbaycan futbolunda ötən ilin ən yaxşı oyunçusunda deyək, özümüz fikirlərimiz baxımından. İlin yoxsa sezonun? Məncə sezonun yarısını da İli demək də deyə olar. bilərik, sezon da deyə bilərik. Mən onsuz da fikrim Elvin deyəcəm Azərbaycan futbolu üçün. Yəni İldə yarım Azərbaycanlı hə, Yəni milli yerli futbol. Yerli yerli futbolçu futbolçu, götürək. hə. Yerli futbolçu Elvindir, Toral var, başqa kim var? Yəni Qarabağdan Yəni, olsa hə də, yəni. çempion qası çıxışına görə, yəni Bəhlul da Mənə seçə bilərsən. Bəhlul Yox. Bəhlulun Eybin biraz Medina Şəhərtini də seçə. Adı Şahruddin. və Elvin. Elvin. və yaxud ölkə çempionatı baxımından yanaşsaq Yəni ki, Əli, Elvini seçməmək şansımız yoxdur. Yox, Bilirsən yox, niyə? var, Bilirsən niyə görə şansımız yoxdur? Yəni Azərbaycanlı futbolçu Çempionlar Liqasında man of the match seçilir. Bizə seçir. Biz onu seçməsək. Yox, mən də oynayıram. Bəs Vallahi xarici günah. oyunçulardan. Abdullah Xaybulayevi də mən fərqləndirərdim sabahın Aha. heyətində. Yaxşı, yəni döyüşçü. Amma yəni ilin futbolçusu eləyir. Yox, söhbət yox. Azərbaycanlıları qoyduq, Elvin də üçümüz də razıyıq buna. Xarici oyunçu kimi seçmək olar. Yəni Xaybulayev o Dağıstanlı hesab edirəm mən. Ha, millidə oynayır, Milliləşdirirlər, Dağıstan. amma Hə, ki hə. o mən şeydən yaxşı xarici seçimlər kim var? Məsəl üçün mən sabahı daşıdığına görə bəlkə Mikesi deyirsən. hə, deyərdim ki, yəni fərqlənir də adam. Yox, Mikes yaxşıdır. Sabahın ümumiyyətlə oyunçuları bu baxımdan və Mikesdə fərqlənir. Ümumi illi demirik də Simici- sezondan danışırıq. Simici seçən var. idi. Sezondan danışırıq. Hə də bu Sezonunu bonus, yəni seçəcəm, 16. Andraden seçirəm. Yox, Yox, Andrade ilə. Oynayırdı adam Çempionlar Liqasında o qədər. O Çempionlar Liqindən getmir, liqadan söhbət edir müəllim. Hə, Nə Çempionlar Ligi? 16 oyundan Rani Şeydayev. Ona görə verilişimiz burada bitir tamaşaçılar. Yox, Aniyə bitir, fikridir də, səncə kimdir? Liqanın yarım sezonun ən yaxşı oyunçusu. Ümumiyyət bu şeylərdə fizik şey götürülür də, statistika götürülür də. Statistika niyə götürürsən? Sənin bəyəndiyin oyunçu. Məsələn, Ziyan bəyəndiyi oyunçu Baluadır. Mən Olabe. Mən ya Simiçdən ya Mikesdən, yəni uğurlu Simicdən hə, Mikes, hə. mən Simiç ya Mikes ikisindən birini Yaxşı, seçərdim yaxşı ki, fikir. bu seçimlər həm sabahı daşıdılar. Şafranko da pis oynamadı sabahda. Zədələr. Mən Sinyenko seçərdim İmişlidə. Qapıçı. Simakala var idi sonra o da Sinyenko ya, seçərdim. İmişlinin a- bir çox Arazdan- oyunlarında adam yəni xal qazandı. Bikalyo. Qarabağda Pedro, seçirəm. Bikalyo yaxşı. Yəni var, fərqli var, amma yenə də çox da wow deyil də. Mən Simiçi seçdim. mən wow yox. Bisvav kimi seçirəm. Əlbəttə ki, Neftçinin qol vuranı Sam. Sən bu. Oğulsan. Belə, yəni bu sadəcə birdən ağlıma gəldi ki, görəsən kim olar ilin ona görə. İlin oyunçusu zaten həm Mikes hələ kimi. Azərbaycan üçün Toral da, Elvin. liqada Toral da yaxşı oynayır da. Yəni, Bombardier Toralın da ligi. haqqını verim. Qarabağın ən çox qol vurandır. Simakalladır. Hə, Toral Bombardier sarsan. Zaten xetrik eləmişdi. Kim elədi xetriki Yes, yadımdan? Arazdan. Arazdan hə 5 dənə vurdu. Qarabağ Arazda 2 Özü qəşəng cəlmə zərbəsi. Xetrik eləmişdi. Məncə dubl edir. Xetrik ay qardaş. Bir dənə bax. Penaltidən, ştrafdan, bir dənə də şeydən yerdən vurdu. Toral demirsiniz? Ha xetrik elədi. Toral Arazdan. hat-trick eləyib Arazla Ha qarşılaşdı. da Arazdan Hə, 5 mən- 0-da. Yox, bir dənə də Arazla oyunda 5 orada da vurub. Orada 2 dənə vurub. Orada iki dənə vurub, hə, Orada hə, 2 dənə hə. vurub. Elə Araz- 5 dənə Arazdan- Arazdan vurub. O 7 golun elə Beş dənə Araza vurub. Ya, hələ ki ən çox belə deyək, fərqli klublara qol vuran Simakala Mikesdir. Hə. Simakala çünki demək olar hər oyun qol vurur. Simakala'nın da adını çəkdim, ona görə Arazdan Simakala yəni. yəni. Bəli, yekunlaşdıraq. Belə, yekunlaşdıraq. Bu bizim podkast layihəmizin bu mövsüm ilk üçlü buraxılışı idi. Azərbaycan futboluna həsr elədik ki, görək ötən yerdə qalan mövsüm 2025-ci ilin bu mövsümünün ilk hissəsi necə yadda qaldı Azərbaycan futbolu üçün.
Mənə elə gəldi maraqlı oldu. Bir daha fikirləriniz maraqlıdır. Bizim müzakirə əsasında ortaya çıxan hər hansı bir fikrimizə razı olmaya bilərsiniz. Rəy bölməsində yaza bilərsiniz. Bəyənməyi unutmayın. Bizə müxtəlif sosial şəbəkələrdən, TikTokdan, Facebook, Instagram üzərindən, Instagram və TikTok üzərindən daha doğrusu izləyə bilərsiniz. Orada da bəyənin, sayımız artsın və durmadan bizim layihələrimizə dəstək olmuş olacaqsınız. Qarşıda bizi kifayət qədər maraqlı günlər gözləyir. Xüsusilə də Qarabağın Çempionatı oyunları. Bəli. Kanala abunə olmağı unutmayın. Bax belə. Öpürəm. Sağ olun, sağ olun. 2026 sizə uğurlu gəlsin bizə də. Hər birimizə.